Mən hiss edirəm ki, bu bir dənə böyük bir hərəkət. Bu hərəkəti ayrı bir mesela yerlərə yorma olmaz. Bu hərəkət Azərbaycanın öz içindən sərkeşmə tutubdur və özünün içində də bu hərəkət inkişafına idam edəcəkdir. Şək yoxdur ki, bu pişrəft edəcək bu hərəkət, qabağa gedəcəkdir və heç kəsdə də o qüdrət yoxdur ki, bu hərəkətin qabağını alsın. Bu hərəkəti o biri yerlərə də heç vəcd nisbət vermək olmaz. Hətta əgər ayrı adamlar, ayrı dövlətlər istəyənəndən sui-istifadə eləyələr, Azərbaycanlının özünün vəzifəsidir ki, onların ağzından vursun. Bu bir qismətidir. İkinci qisməti budur ki, onu gərək dövlət bilsin ki, bu به اصطلاح نه اطلاعاتی به اصطلاح taktiklerine ve zordemanan, bütün güzetlerinin bu qazaya həll olan deyil. Və ruş və vermanan Azərbaycanlıya, ki Azərbaycanlı həmişə mərzlərdən dəfə eləyibdir falan, bütün güzetler əslən rəbt yoxdur. Azərbaycanlı mərzdən dəfə eləyib ki, bir soğuz da zindana deyil. Vəli məsələ budur ki, Azərbaycanlı o şey ki, istiri özünün dilidir, özünün təhsilatıdır, o dildə. Və dəreyni hal təbiidir ki, istəyir ki, o biri dillərdə örgəşsin. Təbiidir ki, bir dənə milli demək olmaz, bir dənə bir sərasəri bir dildə tamamı bu milliyyətlərin hamısı üçün qərar verələ və onu da örgəşələ. İmkanı vardır ki, bu dil farsı ola, yəni mümkündür ki, bəzilərin zehnində heç şək olmayır ki, bu farsı ola. Və bunu örgəşələ. Və mənim nəzərimə ayrı bir bərnamələr bunun danısıca xud gəlir. Yəni biz əvvəlcə istirik ki, bu uşaqlar dil nəzərindən yetim qalmasın. Və özdə Azərbaycanlı bu nəzərdən ihsas eləməsin, heqarət eləməsin ki, mənim dilim bir dildir ki, hər kəs deyə bilər, mənim başıma vura, mənim dilimi sakit edir, mənim hüviyyətimi aradan apara. Beləyin ki, dil hüviyyət məsələsidir. Ona görə bu qəziyyədə bu gedəcək qabağa, onu heç kəs qabağına alınmaz və bir nərdə vursalar, bir adamı tutdular, döydülər, hətta bir də öldülər, bir də hənuz zindandadırlar, bir də işkəncə altında qalıblar. Bunların hamısı mümkündür. 6 aydan sonra yine ayrı bir hərəkət başlana və təbiidir ki, bu hər xət, bu bu yara qabağa gedə, bu əmiqə olacaqdır və bu dövlət ilə millətin arasında ixtilaflar şədidcaq və bundan çoxraq olacaqdır. Ona görə müncək qabağını almaq. Qabağı almağı budur ki, mehr ayında başlayana və uşaqlara öz dillərində, tamamen milliyyətlərin dillərində dərs deyil. Bu əvvəlin qədəmdir ki, götürür.